toyunuz olacaq və nələr diqqət eləməlisiniz? Toya hazırlığı biz 3 yerə bölə bilərik. Toy qabağı, toy ərəfəsi və toydan sonra. Toy qabağı mütləq dərəcədə əgər cinsi olaraq aktivsinizsə, infeksiyanızın olub-olmadığını baxmalısınız. Əgər buna baxmasanız və gizli infeksiyanız varsa, təəssüf olsun ki, ilk cinsi münasibətdən sonra bu yoldaşınıza keçə bilər və müəyyən qədər xoşagəlməz dialoqların başlanmasına səbəb ola bilərsiniz. Eyni zamanda da toy qabağı bir spermioqramını da tövsiyə edirəm ki, baxaq görək bu sonsuzluq söhbətləri varmı, yoxmu, o anlaşılmalıdır. Toydan qısa bir müddət əvvəl genital gigiyenaya diqqət etmək lazımdır. Yəni oranın tıraşlanmasıdır, tüklərdən azad olmasıdır və s. Toy günü yaxşı nə etmək lazımdır? Toy günü mümkün qədər spirtli içkidən az istifadə edilməli və yaxud heç istifadə edilməməlidir. Çünki spirtli içki istifadəsi bəylərdə müəyyən qədər performansın düşməyinə, gec boşalmasına səbəb olacaq və bu ilkin münasibətdə biz bunu istəmirik. Çünki bu xanımlarda müəyyən qədər diskomforta səbəb ola bilər. Mümkün qədər toy axşamı rahatlamaq lazımdır. Eyni zamanda o psixoloji gərginlikdən uzaq olmaq lazımdır. Üçüncü hissə isə toydan sonraki ərəfədir. Toydan sonra əgər uşaq planlanmırsa, qorunma yöntəmlərinə ciddi şəkildə əməl etmək lazımdır ki, xoşagəlməyən sürprizlər baş tutmasın.